Başladın kabaha istiliyinə. Bax burada birinci videoda çəkib qoymuşam. Balaca radiatordur. Yəni 8 seksiyalı. 8 seksiyalda devriyəsi çox yaxşı olur da tez sinməlidir. Ancaq sinmirdi. Ev sahibi bizi çağırdı, radiatorları dəyişdik. Çünki ev böyükdür, balaca qoydular. 1.50'dir. Bu 1.50'dir uzunluğu. Kim ki deyir, o sinmir 1.50, nə bilim 2 metr olanlar devriyə olunur, yaxşı sinmir. Orada da kombinin kodu 67'dir da, əl vurmamışıq. İndi onu da göstərir. Hələ qalxmıyor bu arada. İndi bax, istiliyinə bax özü. Bastıra bu. Bax, qap qaynardır, altı, üstü. Üşə də saxlayabilir. Saxlamaq olmur. Mümkün Gəl deyil. indi gedək baxaq kombinin dərəcəsinə. Çox adam deyir ki, dərəcəsini görsət, usta dərəcəsini görsət. Gəl bax. Bax. Ha, indi görsədirəm. Görsüz, qaldırıram hələ, 60. Suyu açıqlar, gözdə o suyu bağlasınlar. Oradan denə suyu bağlasın. Su bağlansın, baxın dərəcəsinə. Görün neçədir dərəcəsi. Bax 65 dərəcə yığıb hələ. Bax bu da 66, 67. Gördün 65-də idi, mən qaldırdım. Yəni 65 dərəcədə saxlamaq olmur. Ev sahibi bunu necə qoymuşdusa, məni çək. Bunu necə qoymuşdursa dərəcəsini, o dərəcədə də sinmirdi. Radiatorlar üstü sinirdi, altı yox. Gördünüz, indi düzəltdim, heç nə əl vurmamışam. 65 dərəcədədir, saxlamaq mümkün deyil. Bu qədər, söndür.